Hər kəs salam, mən Murad, həvəskar şahmatçıyam. Bu günlərim şahmat dərsimizin 7-ci dərsidir. Deməli, onu qeyd etmək istəyirəm ki, rus və Azərbaycan dillərində onlayn dərslər keçirilir. Aşağıdakı nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Deməli, bu günlərim Şotland debyutunun Girl qambitini göstərmək istəyirəm. Deməli, Şotland debyutu Y4, Y5, at F3, at C6 və D4 gedişlərindən sonra başlayır. Burada deməli qaralar deməli Y-də vurduqdan sonra burada artıq biz C3 oynadıqdan sonra Girl qambiti olur. Yəni Girl qambitində 2 dənə piyada qurban verilir. Burada əlbəttə ki, qaralar götürür. Nəyə görə? Çünki deməli D7-də və D4-də qoşa piyadalar olur. Həm də ki, piyadanı götürdükdən sonra yəni qaralarda pis belə vəziyyət olmur. Ona görə qaraları yəni götürmək burada sərf edilir. Deməli, biz isə burada oyuna çalışırıq daha da qəlizləşdirək. Çünki bizim fillərimizin və atımızın qabağı açıq olduğuna görə rahat inkişaf edib hücum edə bilərik. Deməli, biz burada oynayırıq. Deməli, burada qaralar üçün ən yaxşı gediş burada D6-dır. Çünki əgər D6 oynamasalar, misal üçün B6 oynasalar, bir adi bir gediş elədim. Biz burada oynayırıq Y5. Y5 oynadıqdan sonra qaralar öz atlarını inkişaf edə bilmirlər. Yəni ki, belə deyək, oynamaq üçün xanaları azalır. Yəni inkişaf edə bilmirlər. Yüngül fiqurlarını inkişaf edə bilmirlər. Ona görə burada D6 oynamalıdırlar ki, bizim Y5 gedişimizin qabağını alsınlar. Biz yenə də burada fiqurlarımızı çalışırıq nə qədər tez, o qədər yaxşı inkişaf elətdiririk ki, tez hücum edək şah cinahından. Deməli, burada qaralar üçün fil J4 gedişi var. Fil J4 gedişi ilə atı bağlayırlar, yəni gələcəkdəki hücumlarımızın çalışırlar, qabağını alsınlar. Amma biz burada oynayırıq vəzir B3. Vəzir B3 oynadıqdan sonra artıq görürük ki, F7-dəki piyadaya hücum var. Deməli, burada qorunmaq üçün bir yeganə variant var ki, o da vəzir D7-dir. Misal üçün, əgər oynasalar at B6, at lövhənin qırağında olanda aydın məsələdir ki, yaxşı at olmur. Yəni burada həm də götürə bilərik və qoşa piyada olur. Yəni burada ağların əməlli başda artıq üstünlüyü var inkişafda, 2 piyadası olmasa da. Deməli, burada ən yaxşı qorunmaq vəzirlə qorunmaq olar. Vəzir D7. Vəzir D7 oynadıqdan sonra biz burada artıq hücumumuzu daha da artırmaq üçün, daha da vəziyyəti qəlizləşdirmək üçün oynayırıq at Ş5. At Ş5 oynadıqdan sonra qaralar üçün burada gedişlərdən ancaq at Y5 var. Həm F7-dəki piyadanı qoruyur, həm də ki, bizim filimizə hücum edir. Bizi də burada deməli vəzirlə ancaq oynaya bilirik. Yəni yaxşı gediş burada vəzirləndir. Vəzir B7 piyadanı götürdük. Götürdükdən sonra piyadanı bu topu artıq qorumaq lazımdır. Ona görə qaralar öz toplarını gətirirlər vəzirin yanına ki, onun topunu götürə bilməyək. Deməli, burada F7-dəki piyadanı vururuq. F7 piyadanı vurub biz topun ikisinə də hücum etmiş oluruq. Burada da ağlar nə edə bilir? Bunu atla götürə bilir. Burada atla vurduqdan sonra biz də oynayırıq fil B5. Fil B5 oynadıqdan sonra görürük ki, şahla vəzir bir diaqonaldadır. Vəzir heç yerə gedə bilmir. Belə oynasa da maksimum belə götürəcəyik. Yəni heç bir şey dəyişmir. Burada da belə götürdükdən sonra vəzir üstünlüyünə ağlar daha doğrusu qalib gəlir. Deməli, burada biz qaralar üçün fil J4 gedişinə baxdıq. Fil J4 gedişi yox. Qaralar burada at F6-da oynaya bilər. At F6 oynadıqdan sonra biz yenə də vəzir B3 oynayırıq. Vəzir B3 gedişindən sonra yenə də bu piyadanı qorumaq lazımdır. F7-dəki piyadanı. Biz burada oynayırıq fil J5. Qaralar da təşviş edir ki, biz o atı vuraq. Götürdükdən sonra qaralar da əlbəttə ki, vəzirlə götürür. Biz bundan sonra burada deməli qala qurma eləyirik. Qala qurma elədikdən sonra burada deməli qaralar oynayır fil Y7. Öz fiqurlarını inkişaf eləməyə çalışırlar.
Amma biz də burada at D5 oynadıqdan sonra görürük ki, həm vəzirə, həm də ki C7-dəki piyadaya hücum edirik. Ona görə də qaralar üçün bu qalib olunacaq bir vəziyyətdir. Sağ olun, gələn dərslərə görüşənədək.